Salam, gəlin bugün birlikdə padej sualına baxaq. 14 nömrəli suala baxaq. Deməli, birinci sözümüz создатель sözüdür, yaradıcısı deməkdir. İkinci sklonение sözdür. Bunu necə tapırıq? Predlog yoxdur. Predlog olmayanda biz daha çox feilə fikir verir, feildən sual verərək tapırıq. Məsələn, burada является var, hesab olunur, sayılır. Yəni, bunun vasitəsilə biz bunu создатель sözünü tapa bilərik. Bu söz varsa, kim sayılır, kim hesab olunur sualını verdiyimiz söz tvarительный padejdə olur. Burada deyir ki, dünyada ilk saytın yaradıcısı Tim Berners hesab olunur. Hesab olunur. Kim hesab olunur? Yaradıcısı, создатель. Ona görə bunun idarə etdiyi sözü, yəni создатель tvarительniyə qoymalıyıq. Создатель ikinci sklonение tvarительnə M qəbul edir. Создатель M. İkinci hissəyə baxaq. Burada rahatdır. Predlog var. Bu predlogu var. Bu predlogu da bildik ki, vinitilində də var, amma predlojunda da var. Amma burada çaşqınlıq bir vəziyyət yoxdur. Çünki mir sözü cansızdır. Və ikinci skloneniyanın sözüdür. Yəni, vinitilində olma ehtimalı yoxdur. Çünki vinitilində olsa, olduğu kimi qalmalıydı. Cansız və ikinci skloneniya olduğu üçün. Ona görə bilirik ki, artıq predlojnin şəkilçisini qəbul edir. Bu elə bir testdir ki, burada ikincini tapanda variant tapılır. Amma biz bilməliyik ki, yenə də является sözün idarə etdiyi söz, baxın, tvarительный padejdə olur həmişə.